Salam, hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər, əziz şagirdlər. Deməli, bilirsiniz ki, 11-ci siniflər üçün təkrar videolarımız davam edir. Bugün sizinlə funksiyalar və qrafiklər mövzusunda 2020-2025 illərində son 5 ildə düşən suallara baxacağıq. Zəhmət olmasa kanala abunə olub fikirlərinizi bölüşməyi unutmayın. Və riyaziyyatdan onların hazırlıq qruplarına qeydiyyat davam edir. Həm növbəti tədris üçün, yəni 2026-2027 tədris ili üçün, həm də blok qruplarına ekranda özüm haqqında da məlumat var, baxa bilərsiniz. Əlavə şərhə mənzə ehtiyac yoxdur, nəticələrim haqqında. Gəlin başlayaq. Bunlar dərs günləri də ola bilər, bəzi günlərdə dəyişiklik olar. Yəni bunu ətraflı yazıb soruşa bilərsiniz. Funksiyalar və qrafiklər mövzusunda ümumiyyətlə funksiyalar və qrafiklərdən bir suala zənası düşür və son illərə baxsaq, son 2 ilə baxsaq, bu mövzudan düşən suallar biraz ağır tipdə suallar olur, yəni çətin tipdə və ətraflıya düşən suallar olur. Ona görə mütləq şəkildə tövsiyə edərdim ki, funksiyalardan çətin tipdə tapşırıqlar daha çox yol verin və bundan da əlavə olaraq funksiyanı başa düşməyə çalışın. Yəni sən funksiyanı başa düşməsən, sən funksiyadan yaza bilmərsən. Funksiyanın mənasını, mahiyyətini dərk etmək lazımdır. Deyir ki, şagirdlər CB və CA düz xətləri boyunca mail müstəvilər üzərində kürələrlə təcrübə aparırlar. CB və CA düz xətlərinin təlinlikləri uyğun olaraq 2x üstəgələ n-dir və y bərabəri -2x plus m-dir. Deməli, CB üzrə 2x plus n-dir. Bunun şərtini mən dəyişəcəm. Əslində, bu belə ola bilməz. Yəni, CB üzrə bu ola bilməz. Çünki CB üzrə bu kördur, amma burada k-sı itidir. Yəni, müsbət olmaz. İndi bu şərti yəqin ki, əskikdir. İndi onu mən PDF-də dəyişəcəm. Orada heç bir problem olmayacaq. Yəni, bu olmalı CB üzrə bu olmalıdır. Çünki bunun k-sı mənfidir. Kör bucaqdakı ona görə. Yəni, bu CB üzrə -3x-dir. Üstəgələ m. CA üzrə də 2x üstəgələ n-dir. Aha. Və C nöqtəsi AB-dən, bu C nöqtəsi AB-dən 1,8 metr məsafədəsə, bura 1,8-dir. Y-i kəsdiyi nöqtənin 1,8 olması o deməkdir ki, xətti funksiyanın sərbəst həddi nədir? 1,8-dir. Yəni, bunu yadda saxlamaq lazımdır. Yəni, y-i kəsdiyi yer bunun b-sidir, yəni sərbəst həddidir. Yəni, y bərabərdir kx plus b-də, y-i kəsdiyi yer b-dir. Bunu yadda saxlamaq lazımdır. Və A və B məsafəsini istəyir bizdən. Bu məsafəni tapmaq üçün A-nın və B-nin koordinatlarını mən bilməliyəm. Bu ABC üzrə tənliyimiz görünürdü 2x plus 1,8. Bu y bərabər də olmalıdır təbii ki. Və biz bilirik ki, x-i kəsdiyi nöqtədə y 0-dır. Y-ə 0 verək, 2x üstəgələ 1,8 bərabərdir 0. 2x bərabərdir -1,8, x bərabərdir -0,9. Daha sonra -3x üstəgələ 1,8 bərabərdir 0. 3x bərabərdir 1,8, x bərabərdir 0,6. Yəni, burada deməli, A-nın koordinatı bura yəni olur -0,9. B-nin koordinatı da olur, yəni bu x-i 0,6. Mən heç 2 nöqtə arasındakı məsafəni ehtiyacım yoxdur. Məsafə olaraq baxsam, mənfi nəzərə alınmır. Bura 0,9-dur. Bura 0,6-dır. Məsafə olaraq baxsam. Və ümumi məsafə, AB məsafəsini tapan zaman bunları toplayacağım təbii ki. 0,9 üstəgələ 0,6. Bu da 1,5. Deməli, bir də doğru cavab 1,5. Maraqlı bir sualdır. 2 nömrəli tapşırıq var. Qrafikin əsasən emin ala biləcək tam qiymətlərin cəmini tapın. Və sən gəlib çıxmısan funksiyaya, mən bunun dəfələrlə şahidi olmuşam. Gəlib çıxmısan funksiyaya və funksiya bölməsində bərabərsizlikdə sənin çətinliyin var. Yəni, bu çox əslində heç yaxşı hal deyil da, yəni. Çünki funksiyanı işləmək üçün 70% bərabərsizliyi bilməlisən, mütləq bilməlisən. Qrafikin əsasən emin ala biləcək tam qiymətlərin cəmi. Sən qrafikdə nəyi görürsən? Qrafikdə görürsən ki, bunun k-sı nədir? K-sı da müsbətdir, b-si də müsbətdir. Müəllim, niyə? Çünki sən funksiyanın və qrafiklərin bölməsində sən bilməlisən ki, x oxunun müsbət istiqaməti ilə iti-bucaq əmələ gətirirsə, bunun k-sı müsbətdir. Yəni, x-in əmsalı müsbətdir. 4m çıxılsın m kvadratı üstəgələ 12 müsbətdir. Və y-i yuxarıda kəsirsə, b-si də müsbətdir. 10m çıx m kvadratı çıx 16 böyükdür 0. Yuxarını da mənfiyə vurum. Olur m kvadratı çıxılsın 4m
Çıxılsın 12 kiçik 0. Aşağını mənfiyə vursam m kvadratı çıxılsın 10m üstə gəlir 16 kiçik 0. Yəni hər birini mən mənfiyə vura bilərəm. İndi mən yuxarının köklərini tapsam. Biz bilirik ki, bərabərsizlikdə kiçik bir 0 olanda həll olur köklərin arası. Birinci tənlimin kökləri nə olur? Toplayanda müsbət 4 eləməlidir. Mənfi 2 ilə 6. İkinci tənlimin kökləri nə olur? 2 ilə 8. Və təbii ki, mən bunun nəyini tapmalıyım? Kəsişməsini tapmalıyım. Gəlin bunun kəsişməsinə baxaq, görək bunun kəsişməsi hara düşəcək. Deməli, bura mənfi 2-dir və heç birində almır. Mənfi 2, müsbət 2, 6 və 8. Deməli, burada nə nəticəyə gəlirik? Mənfi 2, 6, bir həllim bu olur. Mənfi 2-dən 6-ya qədər. Biri də olur 2-dən 8-ə qədər. Təbii ki, bunların kəsişməsi göz önündədir. Bunların kəsişməsi düşür 2-6 aralığına. Tam qiymətlərinin cəmini istəyir. Olur 3, 4, 5. Tam qiymətlərin cəmi də olacaq. Bunların cəmi. Yəni 12. Yəni sən burada nə bilməlisən? Kanun və B-nin işarəsinin tapılmasını bilməlisən. Funksiyada təbii ki, bunu mütləq bilməlisən. Və eyni zamanda bərabərsizliyin həll üsulunu bilməlisən. 3 nömrəli tapşırığa baxaq. Və bu sualı məsələn mən bunu 0-a bərabər edirəm. Olur cavabımız nə? Amma sən yenə də bunun mahiyyətini dərk eləməlisən. Sən şərtdə nə ver? Özdə bu sual tez-tez düşür sonunda. Deyir ki, y bərabərdir o olarsa B nöqtəsinin koordinatı. B nöqtəsinin koordinatı nə deməkdir? Yəni, bura x-dir, bura y-dir. B nöqtəsinin koordinatı nə deməkdir? B nöqtəsinin koordinatı odur ki, yəni x-i kəsdiyi nöqtə. X-i kəsdiyi nöqtə funksiyanın sıfırlarıdır. Funksiyanın sıfırlarını tapmaq üçün biz funksiyanı sıfıra bərabər edəməliyik. X kvadrat üstə gəlir 3 bərabərdir 0. Və funksiya kəsir sıfıra bərabərdirsə, biz bunun sürətini sıfıra bərabər eləməliyik. X kvadrat çıx 9 bərabərdir 0. X kvadratı bərabərdir 9. X bərabərdir müsbət 3. X bərabərdir mənfi 3. Və biz hansını götürəcəyik? Təbii ki, B nöqtəsinin koordinatları 3x-i 3y-i 0 olacaq. Zaten y-i 0-dır. Çünki x ox üzərindədir. Niyə 3 götürdüm? Çünki koordinat başlanğıcında sağ tərəf x-in müsbət vəziyyətidir. Əgər burada bir nöqtə olsaydı, onu götürərdim mən mənfi 3, 0. Və B nöqtəsi x-in müsbət tərəfidir deyə 3, 0 olacaq sənin cavabın. Yəni doğru cavab 3, 0. Belə. 4 nömrəli tapşırığa baxaq. Funksiyanın ifadənin ən kiçik qiymətini tapın. N bərabərdir 4ac mənfi 64 çıx B-nin kvadratı 36 böl 4a 8. Bu da bərabərdir mənfi 100 bölünsün 8. Demək bir dəfə mənfi, bu mənfi olur, bu da mənfi olur, yekun müsbət olacaq. Bir dəfə 8, 20-də 8, 2 dəfə, 40-da da 8, 5 dəfə, 12, 10-da 5. Bu haradan gəlir? Baxın, düsturumuz var. İfadənin ən kiçik qiymətini tapın deyəndə 4ac çıx B kvadratı böl 4a. Yəni, başqa bir şey ehtiyac yoxdur. Və burada bir önəmli məsələni sizin diqqətinizə çatdırım. Vacib bir məlumat əslində. Bilənlər bilir, bilməyənlər üçün qeyd edeyim bunu. Ola bilər ki, sizə nə vaxtsa lazım olar. Uşaqlar, belə bir sual verim. R bölməsində qeyd edərsiniz cavabını bilənlər üçün. Bilməyənlər videodan baxsın. Bu ifadənin sizdən ən böyük qiymətini soruşa bilərmi? Və yaxud ən böyük qiymətini soruşsa nə edirik? Baxın, yadda bir şey, bəzən uşaqlar deyir ki, müəllim, ən böyük qiyməti n-dan tapılır, ən kiçik qiyməti m-lə. Bu tamamilə yanlış bir şey, uşaqlar. Yəni, ən böyük qiymətinin ən kiçik qiyməti var. Bir funksiyanın ya ən böyük qiyməti var, ya ən kiçik qiyməti var. Bu da x kvadratının əmsalının işarəsi ilə müəyyənləşir. X kvadratının əmsalı bizim funksiyamızda məsələn mənficə qollar aşağı yönələcək. Yəni mən bunu yenə deyirəm, qrafikin dəqiq yox, təsvirən çəkirəm. Bu nə deməkdir? Aşağı yönəlirsə, yenə deyirəm, mən bunu təxminən çəkirəm. Yəni bunu bir yanlış olaraq düşünməyin ki, səhv tutmayın ki, mənim bu qrafik sağda olmuş, solda olur. Tutaq ki, bunun qrafiki belə deyək, bu formadadır. Məsələn deyirəm, belədir. Belə bir qrafikdir. Məsələn, bu qrafikin qolları aşağı yönəlibsə, uşaqlar, diqqətlə qulaq asın. Bu qrafik aşağı yönəlibsə, bunun belə deyək, ən kiçik qiyməti ola bilməz. Çünki bunun təpə nöqtəsi var, yuxarısı var, ən üstü var. Ən aşağı nöqtə, ən kiçik nöqtə aşağı sonsuzluğa gedir.
Yəni ona görə x kvadratının əmsalının mənfi olan halında səndən ən kiçik qiymətini soruşa bilməz. Onda testdə uyğunsuzluq yaranır. Və yaxud da qollar x kvadratın əmsalı müsbətsə, qollar olacaq yuxarı yönəlir. Və fikir verirsənsə, bunun ən kiçik qiyməti var. Ən böyük qiyməti qollar yuxarı sonsuzluğa gedir. Yəni bunu yadda saxlayın. Hər iki halda bu düsturundan tapılır. 5 nömrəli tapşırığa baxaq. Nihat və Muradın düzəltdikləri çərpələşlərin sayı və onları sərf etdikləri saat miqdarı əks olunub. Bu əslində funksiyalar üsulu ilə deyilir, amma ehtiyac yoxdur. Nihat fikir verir. 1 saatda 40 çərpələrini hazırlayırsa, 1 saatda neçəsini hazırlayacaq? 1 saatda 8-ini hazırlayacaq. Murad 8 saatda 32 dənə hazırlayırsa, 1 saatda hazırlayacaq 4 dənə. Biz bu tip məsələləri həll edən zaman bunların 1 saatda gördüyü işi toplayırdıq. Vururduq t zamana bərabərdir 120-yə. Çünki mənə deyir axı özü 120 çərpələnci neçə saata hazırlayır. 12t bərabərdir 120-yə, t də bərabərdir 10-a. 10 saata hazırlayacaq. 6 nömrəli tapşırığa bax. İfadələrdən hansı nə təkdir, nə cütdür? Elə bunu baxan kimi görünür. Bu ifadə nə təkdir, nə cütdür. Niyə? Çünki sən bunu açan zaman açıb da baxa bilərsən, belə də baxa bilərsən. Y bərabərdir x kvadratı minus 2x plus 1. Burada həm cüt funksiya var, tək funksiya var. Bu cütdür, bu təkdir, bu cütdür. Yəni tək və cütlərdən ibarət hasillər tək sayılır. Yəni bir cəbri ifadə, yəni onların cəm və fərqi nə tək deyil, nə cüt deyil. Baxaq buna. Bu hər zaman təkdir, üstü tək dərəcə, x kubudur. X kvadratı cütdür. Xətti funksiya, yəni y bərabərdir. Kx funksiyası hər zaman təkdir. Bu elə bil bu hər zaman müsbətdir. Bu x-ə mənfi versən bu mənfi olacaq, yekun mənfi olur. Biz ümumiyyətlə tək funksiya nə deyirik? Tək funksiyada f mənfi x bərabərdir mənfi fx olmalıdır. Yəni mənfini önə çıxarırsa bu tək funksiya sayılır. Məsələn, y variantında x-in yerinə mənfi x qoysam olur deməli mənfi x vurulsun modulda mənfi x. Mənfi x vurulsun, mənfi modul itirir, yenə modul x qalır. Gördün, ifadənin mənfisi qarşıya çıxdı. Ona görə bu tək funksiyadır. Digərlərini dedik. 7 nömrəli tapşırığa baxaq. 6 doğru satdığı variant. 7-yə baxaq. X oxun kəsdiyi nöqtədə təbii ki, y-im 0-dır. Bərabərdir 0. 8x bərabərdir 7. X də bərabərdir 7 bölünsün 8. Deməli, bunun x-i olur 7 böl 8, y-i olur 0. Y variantı. 8 nömrəli tapşırıq var. Parabolanın kəsişmə nöqtələrini istəyir bizdən. Kəsişmə nöqtələrini tapmaq üçün y-ləri bərabərləşdirməliyəm. Artıq 2021-dir. Yəni, mən hər bir sualı geniş şəkildə izah etməkdə məqsədim odur ki, siz tam dərk edəsiniz ki, burada niyə belə oldu? Ümumiyyətlə, funksiya sualında niyə belə oldu sualına cavab verirsəz funksiya bölməsində. Yəni, bu funksiya sizə aydın olacaq. Niyə sualına cavab vermək lazımdır. 4x gedir, mənfi x-in kvadratı bərabərdir mənfi 9. X kvadratı bərabərdir 9. X bərabərdir müsbət 3. X bərabərdir mənfi 3. Gətirib yerinə qoysan, harada qoymağının bir önəmi yoxdur. Amma bir məsələni də qeyd edin ki, köklü ifadə verilərsə, sənə kəsişmə nöqtəsini tap deyərsə, hər ikisini də yerinə qoyub yoxlaman lazım. Çünki kök altı ifadənin axı təyin oblasti var. Mənfi ola bilməz falan. O cəhətdən ona diqqət eləmək lazımdır. X-in yerini 3 yazsaq burada. Olacaq y bərabərdir 4 üçün 12, 9, 3. X-in yerinə mənfi 3 qoysaq, olar y bərabərdir mənfi 21. Deməli, x-ə 3 verəndə y olur 3. X-ə mənfi 3 verəndə y olur mənfi 21. Aha, 3, 3, 3, mənfi 3, mənfi 21. 8 doğru cavab D var. İndi, məsələn, deyə bilərsin, niyə bərabərləşdirir? Bu, bizi niyə bərabərləşdirir? Çünki bu y-lərin bu sol tərəfi bərabərdir axı. Kəsişmə nöqtəsini tapmaq üçün bunlar bərabər olmalıdır. Sağlar da bərabər olmalıdır. 9 nömrəli tapşırığa baxaq. Təpə nöqtəsinin koordinatları m-in düsturu ilə tapa bilərəm. M bərabərdir. Mənfi düsturlar xatırlayaq. B bölü 2 və yaxud da buna 2-0 da deyə bilərik. Mənfi B bizdə 8-dir. A da mənfi 2-dir. Mənfi 4. 1-2. Eni tapmağın 2 üsulu var. Biri bayaq yazdığım düstur üsulu. Biri bu 2-ni gətirib yerinə yazmaq üsulu. Gətirək yazaq yerinə. Mənfi 2 vur. X-in yerinə yazıram. 4. Üstə gələk. 16 plus 11. Bu da bərabərdir 19-a. Deməli, yox, səhv yazdım. Mənfi 8 üstə gələk 27. Bu da bərabərdir
18'ə. Son 9 oldu axı. Səhv yazdım. Bir də baxaq görün, nəsə hesab səhvi getməlidir ki, mənfi B 8 böl 2A 2 və 2-ni gətirib yerinə yazsam mən. Bunun cavabı səhv verir. Mən indi onu düzəldəcəm. Bu olur 19. 19. Və 2 ilə 19-un cəmi də mənə 21 verir. Yəni 20 yox, 21 olmalıdır doğru cavab. Belə. Yəni M və N-in düsturlarında yerinə yazmaq mümkündür. Davam edək 10 nömrəli tapşırıqla. Bizə deyir ki, K və B-nin işarəsi. Bunun əslində vektorlarda biz düsturunla keçirik. Vektorlarda bunu dairəyə alın. Bunu düzəldərəm. Bir də burada birinci sualın şərti səhv idi. Bunu da düzəldərəm. Və paylaşanda sizdə hazır olsun da, yəni heç bir problem olmaz. İşarələrin təyin edirdik. Burada biz işarə necə təyin eləməliyik? Deməli, K və B-nin işarəsi. Ümumiyyətlə, xətt funksiya y bərabərdir. Şərtdə də bizə verilib. Kx plus B-dir. Burada bir də x-in yerinə 0, y-in yerinə 2 yazacam. 2 bərabərdir. K var olsun 0 plus B. B-ni alıram 2. B müsbətdir bizdə. Və bir dəfə y-in yerinə 7, x-in yerinə 7, y-in yerinə mənfi 1 yazacam. Mənfi 1 bərabərdir. 7K. B-ni də 2 tapmışam. Yeməli, 7K bərabərdir mənfi 3-ə. K da bərabərdir mənfi 3 böl 7. Yəni, K mənfi olur. K deməli mənfi olur, B müsbət olur. Onda doğru cavab B variantı. 11 nömrəli tapşırığa bax. Və yenə də 2022-də düşmüş bir sualdır və çox aktual bir sualdır. Ona görə diqqətlə qulaq asaq. Mən bayaqki sualda mən demişdim ki, əgər kiçik də 0 olarsa, sənin həllin olur köklərin arası. Yəni, bunun həlli budursa, deməli, bunun bir kökü mənfi 2-dir, bir kökü 4-dür. Və bunu yadda saxlamaq lazımdır. Bir kökü mənfi 2-dir, bir kökü 4-dür. Və indi kökləri cəmi mənfi B bərabərdir. Bunların kökləri cəmi 2, B-ni alıram mənfi 2. Və kökləri hasil C bərabərdir mənfi 8-ə. Gətirib yerinə yazsam, y bərabəri burada. X kvadratı, B-ni almışam mənfi 2, mənfi 2 plus minus 8. Təpə nöqtənin koordinatları M bərabərdir mənfi B bölü 2A. Bayaqdan düstur dəfələrlə yazmışam deyə bir də yazmamı ehtiyac görmürəm. N-i tapmağın 2 üsulu var. Biri düstur üsulu 4AC çıx B kvadratı bölü 4A. Düsturu bir də yazdım. Və yaxud da x-in M-in qiyməti, yəni bu x 0-dır. Gətirib funksiyada yerinə yazıram. 1-in kvadratı çıxılsın 2 vur 1 çıx 8. Bu da bərabərdir mənfi 9-a. Demək, təpə nöqtəmin koordinatları olur 1 mənfi 9. 11 doğru cavab 1 mənfi 9. 12-yə baxaq. Qiymətlər çoxluq qaydadır. Düsturla yaza bilərsən. Bitdi. Başqa bir şey ehtiyac yoxdur. Əgər x kvadratın əmsalı müsbətsə, köksüz olan da sadə kvadratik funksiyada olur. N-dən, n-dan müsbət sonsuzluq. N-i tapaq. N bərabərdir 4AC çıx B kvadratı böl 4A. Bu da bərabərdir 1 olur, səhv eləmirəmsə. Deməli, cavabımız olacaq 1 müsbət sonsuzluq. Başqa bir şeyə ehtiyac yoxdur. 13 nömrəli suala baxaq. Oyux oxundan yuxarıda yerləşir. X-in hansı ən kiçik qiymətində oyux oxundan yuxarıda yerləşir nə deməkdir? Gəlin bu sözün mənasını başa düşməyə çalışaq. Funksiyanın qrafiki oyux oxundan yuxarıda yerləşir. O deməkdir ki, funksiya x oxundan yuxarı, yəni funksiya bu hissədə olsun. Yəni qəşəng səliqəli çəkim sizin üçün. Funksiya oyux oxundan yuxarıdadır sözünün mənası. Və bu deməkdir. Yəni belə olmalıdır. Yəni yuxarıda olmalıdır. Daha özü də sağ şərtdə deyir ki, sənə şərtdə göstərir ki, yuxarıda olsun. Yəni, x oxundan yuxarı olması funksiyanın nə olmasıdır? Müsbət olmasıdır. 4x minus 17 böyükdür 0. 4x böyükdür 17. X də böyükdür. Deməli, 4 dəfə 17-ni mən 4-ə bölmərəm. Düzdür, 10-luq kəsirlə alınır, amma alınsında bir problem yoxdur ki. 4 dəfə 4-ün 16, 2 dəfə 5 dəfə, 4 tam %25. Və 4 tam %25-dən ən böyük, ən kiçik ədəddə 5-in özü olduğuna görə doğru cavabımız 5. 14 nömrəli suala. Təyin ovlası təbii ki, x-in aldığı qiymətlərdir. Burada x bizə məxrəzdədir deyə bir dənə məxrəci mən 0-dan fərqli götürəcəm. Yəni, təbii ki, məxrəc 0 almadığına görə 0-dan fərqli. 5x fərqlidir mənfi 10, x də fərqlidir mənfi 2-dən. Yəni, x fərqli. Belə də verə bilər cavabı sənə. Mənfi 2-dən fərqli qiymətini verə bilər. Mənfi sonsuzluq mənfi 2,
birləşir -2 müsbət sonsuzluq. Bax belə. 15 nömrəli tapşırığa baxaq. Təpə nöqtəsidir. Təbii ki, y bərabərdir. A vurulsun. Təpə nöqtəsi ilə verilən hal üçün x çıxılsın m-in kvadratı plus n şəklində yaza bilərəm. Burada deməli, -m bərabərdir 1, n bərabərdir 3. M bərabərdir -1, n bərabərdir 3. -1, 3. A variantı. 16 nömrəli tapşırığa baxaq. Funksiyanın qrafiki apsis oxunu A ordinat oxunu B nöqtəsinə kəsir və bu düz xəttə perpendikulyar olan şərtdə verilənlərdə maksimum istifadə etmək lazımdır. Və B nöqtəsindən keçən düz xətt apsis oxunu C nöqtəsində kəsir deyir mənə. Aha. Deməli, ilkin olaraq biz nəyə baxmalıyıq? Baxın. 2x plus B funksiyanın qrafiki apsis oxunu A. Yəni bu bizdə 2x plus B-nin qrafikidir. Y bərabərdir 2x plus B-nin qrafikidir. Və bu x-in -3 nöqtəsində, yəni x-in yerinə -3 yazsam mən, y-im olacaq 0. Və B-ni tapaq. X-in yerinə -3 yazsam, y-inə 0 yazsam, 0 bərabərdir. X-in yerinə -3 yazsam, olur -6 bu funksiyadan söhbət gedir təbii ki. Plus B. B-ni aldım mən müsbət 6. Və bura 6-dır. BC də buradan keçir. Deməli, BC-dən keçən funksiyanın da deyək ki, K1 olsun. Elə K olsun, K yoxdur. K2 üstə gələk, B də 6-dır, bu formadadır. Və burada K bizdə nə olacaq? K bizdə olacaq -2-1. Niyəsini mən indi izah eləyəcəm. Amma sən niyəsini videonu saxlayıb deyərsən özün ki, niyə K -2-1 oldu? Mən niyəsini deyirəm. Deməli, uşaqlar, perpendikulyar olarsa, bucaq əmsallar, bu bucaq əmsalı 2-dir. Bunun bucaq əmsalı K-dır. -1-ə bərabər olmalıdır. K da bərabərdir. -1/2. Vəssalam. Ona görə bunun K-sı -2-1 oldu. Onda olacaq y bərabərdir. -2-1 x plus 6. A və C nöqtəsindən keçsə, A və C arasındakı məsafə. Yenə də bayaqki sual kimi məsafəni tapacaq. Bu məsafəni bilirəm. Mənfi nəzərə alınmır məsafədə. Bura 3-dür. C-nin nöqtəsinin koordinatını tapıram. X-i kəsdiyi nöqtədə y 0-dır. 0 bərabərdir. -2-1 x plus 6. X də buradan olur. Nə olur? Mənfi. Deməli, gəlin belə yazaq da. 2-1 x bərabərdir 6. X də bərabərdir 12. Yəni, burada olur 12. Bu məsafədə 12-dir. Ümumi məsafəni tapmaq üçün 3 plus 13-dən istifadə edə bilərəm. Yəni, doğru cavabım olacaq 15. Neçə nömrəli sual idi bu? 16 nömrəli sualda doğru cavabı 15. 17 nömrəli tapşırığa baxaq. Qrafikinə aid olan nöqtə. Aid olan nöqtə o deməkdir ki, x-in yerinə, tutaq ki, A variantı əgər aiddirsə, x-in yerinə -2 qoyanda 11 alınmalıdır. Gəlin görə yanılırmı? X-in yerinə -2 qoysam, 3 vur, 4 çıx, 5. 7 alınır. 11 alınmalıydı. Deməli, aid deyil. B-ni yoxlayayım. X-in yerinə 0 qoyanda 3 vurulsun, 0 çıx, 5. -5 alındı. 3 alındı. Aid deyil. X-in yerinə 2 yazaq burada. 3 vurulsun, 4 çıx, 5. 7. Gördün, alındı. Deməli, C nöqtəsi onun üzərindədir. Eyni zamanda D nöqtəsində yoxlaya bilərsən, Y nöqtəsində yoxlaya bilərsən. Artıq sənə aid olan nöqtəni tapmırsansa, ehtiyac yoxdur. 18 nömrəli sualına davam edək. Hə, qəşəng bir sual əslində bu. Tək funksiya və cüt funksiyaya aid. Və qeyd edim ki, bu sual topluda ətraflıda kimi düşür və bəzən şartlar müəllim ətraflı düşmür. Bizə işləməyə ehtiyac yoxdur. Xeyr, elə bir şey yoxdur. Ətraflıya gələn suallar imtahanda toplunun son suallarıdır. Ona görə son sualları mümkün qədər işləmək lazımdır. Bu məsələni gəlin sizlər üçün geniş bir izah verim. Bizə nə deyir? Fx və gx cütdürsə, f -5 3-dürsə, f 5 3-dür. Biz birinci bunu bilməliyik. Niyə? Çünki mənfini itirir cüt funksiya. J də cütdür. J -7 8 isə J7 də bizdə nədir? 8. Aha, kestim. Px və qx təkdir. P4-ü saxlayıram. Tək olması üçün bu mənfini qarşıya çıxarır. Q-Q2 bərabərdir -3. Q2 bərabərdir müsbət 3. Gətirək yazaq yerinə. Aha, F5 nədir bizdə? 3. J7 nədir? 8. Çıxılsın. Tək funksiyadır P. Mənfini qarşıya çıxara bilər. P4. Bölünsün. Q2 də bizdə nədir? 3-dür. 24 çıxılsın. P4-ü mən nə tapmışam? P4-ü 3 verib mənə. 3 böl 3. Bu da bərabərdir 7.
18-də doğru cavab 7. 19 nömrəli suala baxaq. Və fikir verin, yenə kəsişmə nöqtəsi istədi. Yenə də y-ləri bərabərləşdirəcəm. 3x minus 7 bərabər 5x çıx 13. Bayaqki sual tipindən eynisidir də. Bayaq kvadratik formada vermişdi. Burada xətti formada verib. 2x bərabərdir 6x bərabərdir 3. X-in yerini 3 yazsam, y bərabərdir 3 vurulsun 3 çıx 7 və bərabərdir 2. Deməli, kəsişmə nöqtəsinin koordinatları olur 3, 2. Bunların da hazırı mənə 6-nı verir. C variantı. Qraf və koordinat başlanğıca nəzərən simmetrik çevrilməsinin alınan parabolanın təpə nöqtəsinin koordinatlarını tapın. Ümumiyyətlə, bu qayda olaraq bir şey yada saxlamalıyıq biz. Koordinat başlanğıca nəzərən simmetrik olanda, yəni x-lə y-in yeri dəyişir. Daha doğrusu işarəsi dəyişir. Olur deməli, x, y-dirsə, olur mənfi x, mənfi y. Yəni, x-in yerinə mənfi x yazacam, y-in yerinə mənfi y yazacam. Mənfi y bərabərdir, mənfi x-in kvadratı. Çıxılsın 4 vurulsun, mənfi x üstə gələk 8. Mənfi y bərabərdir, x-in kvadratı üstə gələk 4x üstə gələk 8. Hər tərəfi mənfiyə vursam, y bərabərdir. Mənfi x-in kvadratı çıxılsın 4x çıxılsın 8. Aha, davam edək. Buradan deməli, mən təpə nöqtənin koordinatlarını rahat tapa bilərəm də. M bərabərdir, mənfi b bölü k olur mənfi 2. Eni tapmağın dediyim kimi 2 üsulu var. Biri düstur, biri m-i gətirib yerinə qoya bilərsən. Mənfi 2-nin kvadratı çıxılsın 4 vurulsun, mənfi 2 çıx 8. Mənfi 2-nin kvadratı müsbət 4, mənfi 4 üstə gələk 8 çıx 8. Bu da bərabərdir mənfi 4-ə. Deməli, təpə nöqtəsinin koordinatları m olur mənfi 2, eni olur mənfi 4. Bir dənə baxaq görə hesablama səhvi eləmədik ki. Deməli, yox məncə, elə mənfi 2, mənfi 4 doğru cavabdır. 21 nömrəli suala baxaq. Və bu sual 2025-də düşüb, yəni keçən il düşüb və 2025-də eyni zamanda 2025-də 3 dənə sual düşüb funksiyadan və hər üçü də qeyd edədiyim kimi kifayət qədər çətin sayılan suallardır. 2024-də 3 imtahan olub, hər üçündə funksiya var. 2023-də də 3 imtahan olub deyəsən, 2-11 bir məzun və hər üçündə funksiya var. Yəni, son 3 ildə düşüb funksiya. Yəni, indi bəzi PDF-lərdə 24 sualdır, burada 23 sual olması sizi allatmasın ki, funksiya ən az düşür. Xeyr, funksiya ən çox düşən mövzudur. Və funksiyalar və qrafiklər mövzusuna aid sual düşməsə belə, ikinci isə mövzuların əksəriyyəti funksiyalar və qrafiklərlə bağlıdır. Trigonometri funksiya, üstüləvələr, qarmik funksiya, yəni bunlar hamısı bağlıdır. Onun görə mütləq funksiyanı mükəmməl bilmək lazımdır. Və bu dinamikanı işləsəz, yəni bu sualları işləsəz, sizə çox böyük bir xeyir ola bilər. Gəlin görək bizə nə deyir. Funksiyaların qrafiklər koordinat başlanğıcına nəzərən simmetrik olarsa. Bunun təpə nöqtəsinin koordinatı bayaq dedik. Bunu həmişə biz əksin götürürük. Təpə nöqtəsinin koordinatları olur mənfi 4, 3. Bu mənfi m-dir da, belə deyək. Düsturdakı. Mənfi 4, 3. Və zaten bunu bizə fx funksiyası üçün verib bizə mənfi 4, 3. Mən koordinat başlanğıcına nəzərən simmetrikdə nə olur? X mənfi 4 olur, müsbət 4. Müsbət 3 olur, mənfi 3. Yəni, bu nöqtənin koordinatları 4, mənfi 3-dür. İndi mənə nə deyir burada? AB plus CD məsafəsini tapın. Biz AB məsafəsinin iki nöqtə arasındakı məsafəyə görə tapa bilərəm. Bu bir. Yəni, bu məsafəni mən tapım. Aslında iki nöqtə arasındakı məsafəyə ehtiyacım yoxdur. Niyə yoxdur? Gəlin deyək də bunu. Bunu sən belə də tapa bilərsən. Amma fikir ver. Bax, bu koordinat başlanğıcından keçməyini nəzərə alsan sən. Heç deyək ki, bunu bilmirəm. Yəni, başqa bir şey ehtiyac yoxdur. Bu olsun A, bu da olsun B. İki nöqtə arasındakı məsafə ilə məsələni bitirirəm. Başqa bir şey ehtiyac görmürəm. AB məsafəsi bərabərdir. Kök altında modulda da yaza bilərik bunu. Kök altında demək 4-dən mənfi 4-ün, mənfi 4-dən 4-ün çıxıram. Eyni şeydir. Olsa kvadrata yüksəldəcəksən. Mənfi 3-dən 3-ü çıxıram. 16 ilə də 9 bizə yox olmadı. 64 üstə gələk 36 bərabərdir mənə verəcək kök altında 100. Bu da bərabərdir 10-a. Yəni doğru cavab olur 10. AB məsafəsi. Və CD məsafəsini mən necə tapa bilərəm? Uşaqlar, CD məsafəsini tapmaq üçün gəlin birinci fx funksiyamı mən açım. Fx nəyə bərabərdir burada? 2 4-də 1-i saxlayıq. X-in kvadratı üstə gələk 8x
Üstə gələk 16. 4-də 1 mən içəri vursam olacaq deməli 4-də 1 x-in kvadratı 8x-i 4-də 1-ə vuranda 2x 16-nı 4-də 1-ə vuranda 4. Təbii ki, biz demişik həm xətti funksiyada, həm kvadratik funksiyada sərbəst hədd y-i kəsdiyi yerdir. Yəni, bura 3-dür. 4-dür daha doğrusu. Simmetrik çevrildiyimə görə burada olacaq -4. Məsafə olaraq düşünsən, bura 4, bura 4. Ümumi CD məsafəsi də bizdə olacaq 8. Yəni, ətraflıya düşsə belə də yaza bilərsiniz. CD 8-dir. AB-ni də mən 10 tapmışdım. Onda bunların cəmi mən nə tapıram? 18 tapıram. Amma nəysə səhv elədim. Nə səhv elədim bizdə? Nə səhv elədik biz? 21-də. Nə, burada 3 də var. Mən bunu itirmişəm. Burada 3 də var. İtirmişəm mən onu. Üstə gələk 3 olmalıdır bu. Bu da üstə gələk 3 olmalıdır. Onda deməli nə olacaq bu? Olacaq deməli 4-də 1 x-in kvadratı plus 2x plus 7. O itirdim mən. 7-dirsə, onda bura 7 eyni qayda ilə qaydam dəyişmir. Bu da -7-dir. Məsafə olaraq 7, məsafə olaraq 7. Onda CD məsafəsi bizdə 14-dür. AB-ni də 10 tapmışdım deyə ümumi cəm olacaq bizdə 24. Belə bir sual. Çətin sualdır bəli. 21-də doğru cavab 24. Bu sualın mənbəyini araşdırmaq lazımdır. Görək bu sual tipi hardandır? Yəni buna aid sınağında inşallah gələcəkdə sınaq kitabında bu suala aid sınaq salacağım. 22 nömrəli tapşırığa baxaq. Yenə də burada bizdə yenə də çətin bir sual tipidir əslində. Baxaq görək nə deyir? Funksiyasının uyğun parabolanın təpə nöqtəsidir. Bu funksiyanın qrafikin absis oxuna və koordinat başlanğıcına və ordinat oxuna nəzərən simmetrik çevrilməsindən alınan parabolanın təpə nöqtələri uyğun olaraq B, C, D nöqtələridir. Dördbucaqlının perimetrini istəyir bizdən. Gəlin bu şəkillərimizi biz çəkməyə çalışaq. Deməli, əslində ehtiyacım var əslində şəkilə. Gəlin birinci çevrilməsindən baxaq. A nöqtəsinin birinci mən bunun koordinatlarını tapaq. A nöqtəsinin üçün təpə nöqtə koordinatları n bərabərdir -b -8 bölünsün 2a bərabərdir -4 n bərabərdir 4ac. Yəni n-ın 4-ü gətirib burada yerinə yazımda bir düstura ehtiyacım olmasın. 16 minus 32 üstə gələk 18 bu da bərabərdir 2 olsun. Səhvlik olmasın çünki bir dənə hesab səhvə geçsəm amma səhv olacaq. Deməli m-i tapanda -b bölü 2a 4 16 çıxılsın 32 -16 üstə gəl 18 2. Deməli A nöqtəsinin koordinatları olur 4 2. X-i 4 y 2. Mənə deyir ki birinci x oxuna nəzərən çevrilməsindən çevrilir B-yə. B nöqtəsinin koordinatı hansı oxuna nəzərən deyirsəm o qalır, o bir əksinə dəyişir. Birinci apsis oxuna nəzərən deyir. 4 -2. Sonra koordinat başlanğıcına nəzərən deyir C. C-nin koordinatları olacaq. Deməli, işarələr dəyişir. -4, -2. Və ordinat oxuna nəzərən simmetrikdə D-dir. Ordinat oxuna nəzərən simmetrikdə Y qalır, o bir əksinə dəyişir. Yəni 2 qalır, o bir əksinə dəyişir. -4, 2. Sən bunu qrafikdə qrupda baxa bilərsən. Bu təpə nöqtələrin qrafikdə qrup baxa bilərsən. Çünki ABC 4 bucaqlı, ətraflıya düşmüş bir sualdır bu. Ona görə gəlin bunların qrafiklərini quraq baxaq. 4 dənə mən 4 onu biraz böyütsək mən bunu. Çünki mən burada 4 dənə funksiya quracağam da və hamısında da qollar yuxarı yönələcək hər birində. Deməli A nöqtəsi olur 4 2 1 2 3 4. Bunu yenə deyirəm, ehtiyacım əslində yoxdur, amma sənə axı ətraflıya verib, sən bunu əzbər şəkildə yazsan, sən bal verməyəcəkdir. Ona görə ətraflıda da belə qurmaq olar. B nöqtəsinin x-i bu A nöqtəsi olsun. B nöqtəsi -4 2. B nöqtəsi 4 -2. 1 2 4 -2. Deməli bu belə olsun. Bu olsun B nöqtəsi. Bu olsun B nöqtəsi. Sonra C nöqtəsi x-i -4, y-i -2. Bura -2. X-i -4, -1, -2, -3, -4. Y-i -2. Olacaq deməli təxminən belə.
Yəni bu nöqtənin koordinatı olur C. Sonra x-i -4 y 2-də olacaq bura. Deməli, nə baş verəcək ona burada? Əyri çəkdik, düz çəkək də bunu. Aha, belə. Deməli, bu nöqtədə olur D nöqtəsi. Bir dənə inşallah hesab səhvimiz getməsin. Çünki misal çox çətin sualdır. Səhv getsə təzədən məcbur bir də yazmalıyım. Burada təpə nöqtəsi oldu bunlar. Əslində sən burada qrafikdə çəkib göstərə bilərsən. Yəni bu belə yerləşir. Birinci halda. Belə baxa bilərsən. Daha sonra kopyalayaq bunu. Sonra deməli biri belə yerləşir. A nöqtəsinin koordinatları. Sonra biri belə yerləşir. Sonra biri də belə yerləşir. Yəni təpə nöqtələri burada olan dördbucaqlını istəyir da bizdən. Həmin bu dördbucaqlını mən quracam. Yəni bu dördbucaqlının bizdən perimetrini istəyir. Bu dördbucaqlının bizdən perimetrini istəyir. Sən bu perimetri müxtəlif cür tapa bilərsən əslində. Müxtəlif cür hesablamaq mümkündür. Əslində aşağıda qrafikləri mən elə ona diqqət edin. Aşağıda qrafikləri mən səhv çəkdim. Gəlin onu düzəldək. Onu düzəldək. Çünki simmetrik, indi niyəsində deyəcəm onu. Niyə elə olur onu da göstərəcəm. Simmetrik çevrilmə məsələsi var da bizdə. Niyəsini deyəcəm indi onu. Niyə? Burada qollar aşağı yönələcək. Bunun niyəsini indi göstər. Əslində qrafikə yedirmə ehtiyac yoxdur. Siz sadəcə olaraq mən sizə onu göstərmək üçün, yəni ətraflıya düşən sualın həllini necə yazmaq lazım olduğunu göstərmək üçün mən belə yazıram. Baxın, grafikim ikinci halda qollar aşağıya bu formada olacaq mənim grafikim. Yəni orada yerləşən ABC-də dördbucaqlısının sahəsini mən tapmalıyam. Daha doğrusu perimetrini tapmalıyam. Gəlin perimetri tapaq. Bu məsafə bizə -4 idi. Yəni məsafə olaraq bura 4-dürsə, burada 4-dür. Bura 4-dürsə, burada 4-dür. Yəni uzunluğu olur 8 plus 2 vurulsun. E'nin tapaq. Bura bizdə nədir? Bura bizdə məsafə olaraq 2-dirsə, burada 2-dir. Bura bizə məsafə olaraq 2-dirsə, burada 2-dir. Uzunu da olur 4. Bu da bərabərdir. 2 vurulsun 12 bərabərdir 24. Yəni burada doğru cavab olur 24. İndi biz burada niyə görə məsələn ikinci halda qolların mən aşağı yönəlmiş versiyasını göstərdim. İndi gəlin ona baxaq. Bir dənə sonuncu sualı izah edeyim. 23-cü sual. İndi ona videonun axırında deyəcəm. Yəni ola bilər ki, onu dinləmək istəməyən yoldaşlar olar. Ona görə biz sualı bitirək, onun izahını verəcəm ki, niyə görə qollar aşağı yönəldi orada. Demək bu sualda bizə deyir ki, təpə nöqtəsindən koordinat başlanğıcına qədər məsafə 3,5 olarsa tapın. Grafiklə də göstərə bilərik. Ehtiyac yoxdur grafikə məncə. Elə iki nöqtə arasındakı məsafəyə görə göstərə bilərik. Məsələn, burada təpə nöqtəsinin koordinatlarının gəlini tapaq. M bərabərdir -B bölünsün 2A bərabərdir 3. N-i tapmağını yenə deyirəm 2 kilovat düstur. Bir də M-i gətirib yerinə yaza bilərəm. 9 minus 18 üstə gələk B. Bu da bərabərdir -9 plus B. B minus 9 eyni şeydir bunlar. B minus 9 yaza bilərəm mən. Deməli, təpə nöqtəsi olur 3. B minus 9. Və biz də bilirik ki, koordinat başlanğıcının koordinatları 0, 0'dır. İki nöqtə arasındakı məsafəyə görə deməli 3 minus 0'ın kvadratı üstə gələk B çıxılsın 9 çıxılsın 0'ın kvadratı bərabərdir 3 kök 5. Belə. 9 hər tərəfin kvadratı eşitsəm. Üstə gələk B minus 9'un kvadratı bərabərdir 3 dəfəsin 9, 9 5'in 45. Buradan deməli B minus 9'un kvadratı açmağa ehtiyac yoxdur. Bərabərdir 36. B minus 9 bərabərdir 6. B minus 9 bərabərdir -6. Buradan B-ni alıram 15. Buradan B-ni alıram 3. Qeyd edim ki, bu məzunlara düşmüş bir sualdır. Yəni B-nin bizdə kiçik qiymətini istədiyinə görə doğru cavabım 3 olacaq da burada. Böyük qiymət istəsə 11, kiçik qiymət istəsə 3. Belə. Bu da 25-ci sual. Gəlin indi mən bayaqki sualın 22-ci sualda niyə qolların aşağı yönəldiyinə baxın. Diqqətlə qulaq asırıq. Burada bu funksiya üçün A-nın 1 olduğunu bilirəm mən. Bunu yadımızda saxlayırıq. A bərabərdir 1.
İndi gəlin mən bunun hər iki çevrilmədən sonra bu təpə nöqtəsinin çevrilməsidir. Hər iki çevrilməsindən sonra funksiyanın təpə nöqtəsinə verilən halında yazın. Bizə ümumi verilən funksiyada, yəni y bərabər x kvadrat çıx 8x plus 18, yəni y bərabər, və diqqətlə qulaq asaq bura. Fikir verin. Deməli y bərabərdir x kvadratı minus 8x üstə gələ 18. Mən bunu təpə nöqtəsinə görə yazsam, təpə nöqtəsini tapmışam da 4 2. Olacaq deməli x minus 4-ün kvadratı üstə gələ 2. Və bu formada, yəni təpə nöqtəsinin koordinatına görə tapmışam artıq mən bunu. Birinci halda adam mənə şərtdə deyirdi ki, birinci halda mən nəyə nəzərən baxardım, gəlin bunu silək. Mən burada nəyə nəzərən baxardım? Birinci absis oxuna nəzərən. Biz bilirik ki, absis oxuna nəzərəndə nə olurdu? Absis oxuna nəzərəndə x-in hansı oxuna nəzərən o qalır, o qədər ikisinə dəyişir. Yəni x olur, y-ni mənfi y yazmalıyım. Absis oxuna nəzərən yer dəyişmədi. Y-ni yenə mənfi y yazıram, bu qalır. Bundan işim yoxdur mən. X 4-ün kvadratı üstə gələ 2. Mən y tapmalıyım. Y bərabərdir mənfi x minus 4-ün kvadratı çıx 2. Əslində bu deməli birinci A idi. Bu A-ya A-nı biz bilirik ümumidir. Bu B-yə nəzərəndir. B-nin koordinatlarıdır. Bunun təpə nöqtəsinin koordinatları 4 mənfi 2-dir və qollar aşağı yönəlir. Budur da B nöqtəsi 4 mənfi 2 və qollar x kvadratın əmsalı, bu əmsal mənfidir. Ona görə məndə qollar B-də aşağı yönəldi. Eyni zamanda bu C nöqtəsində də belədir. Və C nöqtəsində mənə nə deyir? Koordinat başlanğıcına nəzərən də bu mənim ümumi funksiyam bu idi da bu. Bu koordinat başlanğıcına nəzərən mən yer dəyişmə eləsəm, hər ikisinin qiymət dəyişir. Y-in yerinə mənfi y yazıram, x-in yerinə mənfi x yazıram. Çıx 4-ün kvadratı plus 2. Buradan da hər tərəfin mənfiyə vursam, y bərabərdir. Mənfi çöldə qalır. Mən içərini belə yaza bilərəm. Mənfi x plus 4-ün çöldən kvadratı. Və belə. Çıx 2, hər tərəfi mənfiyə vurmuşam axı. Y də bərabərdir. Mənfi, içəridə mənfinin kvadratı olur müsbət. X plus 4-ün kvadratı minus 2. Bunun təpə nöqtəsinin koordinatları nədir? Mənfi 4, mənfi 2. Yəni bu C-yə uyğun idi. Və C-yə uyğun nədir koordinatları? Mənfi 4, mənfi 2 və bunun əmsalı A burada mənfi aşağı, qollar aşağı yönəldiyinə görə qrafikin bu formada olmalıdır. Amma D nöqtəsində mən D-də bizə nədir? Oradan toxuna nəzərən simmetrik. Yenə də əsas funksiyamı götürürəm. Əsas funksiyam bu idi. Hani o? Budur. Bu. Ordinat oxuna deyəndə y qalır, x əksinə dəyişir. Olur deməli, mənfi x minus 4-ün kvadratı plus 2. Yenə də buradakı prosesi mən aparsam, olur y bərabərdir x plus 4-ün kvadratı plus 2. Yəni təpə nöqtəsinin koordinatları olur mənfi 4, 2. Mənfi 4, 2. Bu da D-yə uyğundur. Və burada x kvadratının əmsalı 1 müsbət olduğuna görə qollar yuxarı yönələcək. Məncə çox geniş bir izah verdim bu suala. Yəni, diqqətlə dinləyən şagirdlər üçün məncə aydın olar. Belə, uğurlar arzulayıram hər birinizə. İnşallah növbəti izahlarda görüşərik. Sağ olun, özünüzü qoruyun.